Nəhayət illər sonra ördəyi aşın altında bişirə bildim. Çünki bizim evdə nəyə əlimi atsam ya çölmə, ya ləvəngə edilməlidir. Bu dəfə gözləri oğurlayıb istədiyimi elədim. Mənim ürəyim gedir aşın altında plova qarışmış ördəkdən və ya çöl quşlarından sarı. Həyətdə bütün kirli işləri görüb ördəyi tərtəmiz etdikdən sonra qalxıram yuxarı. Çimən ördəyi yaxşı-yaxşı quruladıqdan sonra başlayıram deştəkləməyə. Bu sayədə vuracağım bütün duz, istiot, ədvalar onun canına yeriyəcək. Sümüyünə kimi işləyəcək. Miyadan Ukrayna istehsalı olan təbii inək südündən hazırlanmış kərə yağı ilə ördəyi marinə edəcəyim qarışımı hazırlayıram. Çünki bu vaxtlar ördəklərdə o qədər də yağ olmur. Bu qarışımı ördəyin həm içinə, həm də çölünə yedizdirib yarım saat soyuducuda gözləyirəm. Bu vaxta kimi düyünü isladıb yaxşı-yaxşı yuyuram ki, suyu şəffaflaşsın. Xurma ilə kişmişin də üzərinə yağ əlavə edib əriməyə qoyuram. Sonra isə düyünü hazırlayıram. Ördəyi qazanın altına qoyacağam deyə düyünü diri götürürəm. Çox qaynatmıram. Ördəyi sinəsi üstə qazana yerləşdirdikdən sonra aşı ilə örtüb bamotda dəmə qoyuram. Və salam, aşım hazırdır. Xurmalı kişmişli yağı da buraya əlavə edib qarışdırdıqdan sonra servis edirəm. İnanın Allaha, bu yeməyin ətindən çox o ətə bulaşmış qarışıq, yağlı düysünü yeməkdən sonra ürəyim gedir. Siz necə?